Salam, axşamınız xeyir olsun hər birinizin. Necəsiz? İnşallah yaxşısınız, hər zaman da yaxşı olasınız. Biz bu gün sizlərlə kompüter və onun texniki təminatı bölməsini öyrənəcəyik. Bu bölmədən yoldaşlar, elektron hesablama maşınları, onların yaranma tarixi və inkişafı mərhələlərini öyrənəcəyik. Düzdür, bilirsiniz ki, informatika kitabları ümumi olaraq geniş yazılıb. Magistr, MİQ, dövlət qulluğu bu istiqamətlərdə, abituriyent hazırlığı bu istiqamətlərdə yazılan bizim informatika kitablarımız var. Ümumi təhsil müəssisəsində pedaqoji heyətlərin işə qəbulu, laborantdır, psixoloqdur, kitabxanadır. Bilirsiniz ki, sizlərə bu mövzuların hamısı düşmür də yoldaşlar. Bir informatika müəllimi olaraq, məsələn, magistr istiqamətində hazırlaşan yoldaşlar daha geniş oxuyacaq. Onlar biraz daha dərin bilməlidir. Amma sizlər isə qısa və konkret bu bölmədən, yəni ümumi olaraq elektron hesablama maşınları və onların yaranma tarixi, inkişafı mərhələləri bu bölmədən bizə qısa və konkret nələr düşüb, onları sizə qeyd olaraq sağ tərəfdən yazacağam. Yəni pəncərənin sağ tərəfindən qeydlərinizi yazacağam. Amma dərsin özünü isə əvvəlcə biraz geniş şəkildə sizə başa salacağam, qeydlərinizi sağdan əlavə edəcəm. Özünüz üçün yadınızda saxlayarsınız. Yoldaşlar, ümumi olaraq ilk hesablama vasitəsi olaraq insanlar nədən istifadə ediblər? Saymaq üçün. Müxtəlif əşyalardan istifadə etmişdilər. Bunlardan barmaqlar, daşlar, divarda belə deyək, xətlər çəkməklə, düyünlərdən, taxta, kağız üzərində çapıqlardan, yəni ilk dəfə hesablamaq üçün bunlardan istifadə olunub, bu tip əşyalardan. Sonra baxıblar ki, yoldaşlar, bu əşyalar azlıq təşkil edir, saymada hansısa bir problem yaşadır və beləliklə bizim eradan əvvəl 5-ci və 4-cü əsrdə ən qədim Yunan hesablama vasitəsi olan abak, yəni salamın lövhəsi yaradılmışdı. Yoldaşlar, bu salamın lövhəsi abak deyəndə biz nəyi başa düşək? Bu sizin üçün məsələn elmi dil olaraq başa düşməyə bilərsiniz. Ad Totka. olaraq bəli, yadınızda da qalmaya bilər. Yoldaşlar, abak deyəndə yadınızda saxlayın, bizim şotka nəzərdə tutulur. Bəzi qədimi evlərdə, məsələn, baba yurtlu, baba evlərində, indi düzdür, mən baba evində gördüyüm üçün deyirəm, o vaxtın şotkaları var idi. Taxta belə deyim, deyircək muncuqlardan ibarət idi. Amma indi bunu çox müasirləşdiriblər. Bilirsiniz ki, ümumi təhsil müəssisəsində şagirdlərimiz Nolovkiyə gedəndə, 1-ci sinifə gedəndə uşaqlara şotka alır veririk. Nə üçün? Hesablama müəllimində siftə toplama və çıxmanı öyrənəndə çətinlik çəkməməsi üçün. Baxın, o şotkanın, abakın yaranma tarixi bizim üçün 5-ci və 4-cü əsrə dayanır. Bundan sonra yoldaşlar, baxdılar ki, bu şotkada hesablama aparmaq, böyük hesabların aparılmasında problem yaradır. Yenə də çətinlik var. Ondan sonra 1946-cı ildə artıq belə deyim, ilk elektron texniki qurğuların yaradılması başlanıldı və ilk dəfə olaraq fransız alimi Blaise Pascal 1642-ci ildə onluq ədədləri toplayan cəmləyici maşın hazırladı. İndi testdə də sizdə sual olaraq var yoldaşlar. Əgər sizdən soruşsalar ki, cəmləyici maşını kim yaratdı? Deyəcəksiniz ki, Blaise Pascal. Daha qısaca yazacağam. Yoldaşlar Pascal. Düzdür, bizə tarix il düşmür, amma ilk dəfə cəmləyici maşını kim yaratdığını bizdən soruşsalar, Blaise Pascal. Yoldaşlar, Blaise Pascalın yaratdığı bu cəmləyici maşın hansı hesab əməlləri yerinə yetirirdi? Adından məlumdur. Cəmləyici deyirsə yoldaşlar, toplamanı və çıxmanı. Baxın, hələ 1642-ci ildə vurma bölmə, yəni 4 hesabı yerinə yetirən hələ bir maşın yoxdur. Bundan sonra yoldaşlar, artıq 1673-cü ildə Wilhelm Leibniz hesablama əməllərini yerinə yetirən, baxın, toplamanı, çıxmanı, vurmanı və bölməni yerinə yetirən mexaniki arfometr maşınını yaratdı. Deməli, baxın yoldaşlar, görürsüz, böyük burada bir dəyişirlik var. Bu dəyişirlik nədir? Deməli, Pascalın yaratdığı cəmləyici maşın sadəcə toplamanı və çıxmanı yerinə yetirdi. Amma Leibnizin yaratdığı bu maşın, mexaniki arfometr isə həm toplamanı, həm çıxmanı, həm də bölməni yerinə yetirdi. Yəni 4 hesabı, əməlin 4-ünü də yerinə yetirdi. Çünki Pascalın yaratdığı bu maşın toplama çıxmaqla böyük hesablarda çətinlik yaradırdı.
Bundan sonra 1830-cu ildə ingilis riyaziyyatçısı Blaise Pascal proqramla işləyən, yəni insanın iştirakı olmadan hesablama aparan hesablama maşınını, analitik maşını yaratmağa cəhd göstərdi. Qardaşlar, bu nə deməkdir? Baxın, hal-hazırda biz hesablamanı nəyin üzərində aparırıq? Kalkulyator, düzdürmü? Yəni, məsələn, biz kalkulyatora əvvəlcə bir proqram olaraq təqdim edirik ki, 2 vur 2. Yoldaşlar, bərabərlik basdıqda və yaxud da enter təqdim etdikdə bizə nəticə nə çıxardacaq? 4 tapacaq. Düzdür? Bunu biz tapmırıq ki. Proqram tapır. Deməli, onda başa düşdük ki, baxın, o kalkulyatorunda əslində proqramla işləyən bir beyni var. Yəni, o beyin olmasa, orada bir proqram olmasa, o bizə nəticəni 4 tapa bilər? Yox. Məsələn, 8 də tapa bilər. Baxın, Babbage həmən bu düşüncəni 1830-cu ildə düşündü. O düşündü ki, artıq məsələn Leibnizin yaratdığı, Pascalın yaratdığı bu maşınlar insan iradəsi ilə yerinə yetirir hesablamaları. O düşündü ki, mən elə bir maşın yaratmalıyam ki, o proqramla işləməlidir və insan iradəsi olmadan hesablamanı yerinə yetirməlidir. Amma yoldaşlar, o devirdə 1830-cu ildə texnologiya çox yaxşı inkişaf etmədiyindən Babbage bu layihəsini tam həyata keçirə bilmədi. Və yoldaşlar, Babbagein də o devirdə xanım Ada Lovelace adlı tələbəsi vardı. Mən bunu hər zaman deyirəm, yoldaşlar, görün o vaxtda da necə bizim savadlı xanımlar varmış. Ada Lovelace Babbageə kömək olurdu. O ilk dəfə həmin Babbagein bu analitik maşınına proqram yazdı. Ona görə də yadınızda saxlayın. Sizə sual indi testdə işlədikcə rast olacaqsınız. Desək ki, ilk proqramçı kimdir? İlk proqramçı yadınızda saxlayın Ada Lovelace-dir. Yəni ilk proqram yazan, ilk proqramçı kim oldu? Ada Lovelace oldu. Bunu da unutmayın. Hansı maşına yazdı yoldaşlar? Baxın, mavi xətt çəkirəm. Analitik maşına. Yəni Babbagein yaratdığı analitik maşına ilk dəfə proqram yazan xanım Lovelace oldu və onun adı da bu şəkildə tarixdə qalmış oldu. Sonra yoldaşlar, bu tarixlər sizlərə aid deyil. Bunlar bizim imtahan sualları deyil. Burada ondan sonraki devrim tarixlərinə baxmayacağam. Biraz qısa və konkret keçməyə çalışacağam. Sonra yoldaşlar, 1943-cü ildə Babbagein yaratdığı analitik maşın, yəni bir maşının yaranması üçün əvvəlcə nə olmalıdır yoldaşlar? Bir layihə olmalıdır. Necə? Bax, məsələn, bir ev tikiləndə əvvəlcə nə olur? Bir çizim, bir çertyoj olur, düzdür? Bir sxem olur. Yəni bir maşının yaranması üçün də əvvəlcə orada bir layihə olmalıdır. Yəni Babbage birdən-birə maşını yaratmadı ki, əvvəlcə bir layihəsini, çertyojunu düşündü, sonra yaratmağa çalışdı. Ona görə də 1843-cü ildə Babbagein layihəsi əsasında Amerikan alimləri John von Neumann və Goodstein və Beris dostlar, bunlar müasir kompüterin işləmə prinsiplərini vermişdilər. Yəni bu nə deməkdir yoldaşlar? Məsələn, işləmə prinsipi tutaq ki, sizin yadınızda qalmaya bilər. Mən bunu sadə dillə sizə deyim. 1943-cü ildə layihəsi hazırlanır, layihə. Yəni ilk yaranacaq kompüterin əvvəlcə 1943-cü ildə elə bil düşünün ki, beyinlərində düşünürlər, hələ çizimini, çertyojunu, nələr olacaq, hansı hissələr olacaq, onun əvvəlcə planını hazırlayırlar. Bundan sonra yoldaşlar 1946-cı ildə ilk dəfə Amerikada elektron lampa elementindən ibarət və çəkisi 28 ton saniyə. Çəkisi 28 ton ağırlığında olan 140 kilovat enerji tələb edən ilk kompüter yaradıldı. Və bu imtahan sualıdır yoldaşlar. İndi sizə sual düşsə ki, ilk kompüterin biraz qısa yazacağım, yaranması yadınızda saxlayın 1946-cı ildə. Harda yoldaşlar? Amerikada. Kimin rəhbərliyi altında? Baxın, Neymannın. Ümumi olaraq Neymannın adını mütləq şəkildə yadınızda saxlamalısınız. Düzdür, bu 28 ton ağırlığı, 140 kilovat enerji tələb etməsi, bu rəqəmlər bizə imtahana düşmür. Amma bizə imtahana 1946-cı il ilk kompüterin yaranışı düşmüşdür. İndi davamına baxaq. Buna görə yoldaşlar deyir ki, 1946-cı il
müasir kompüter texnikasının yaranma tarixi hesab olunur. Deməli yoldaşlar, sizə sual düşsə ki, müasir kompüterin yaranma tarixi hansı ilə əsaslanır? Deyəcəksiniz ki, 1946-cı ildə. Harda? Amerikada. Kimin rəhbərliyi altında? Neymanın. Yəqin ki, burayı da başa düşmüş olduq. İndi yoldaşlar, əgər bu Neyman bu kompüteri yaratdısa, 28 ton düşünün ki, həqiqətən də böyük bir ölçüdür yoldaşlar. Kiçik bir ölçü deyil ki, məsələn, bunu gözümüzün önünə təsəvvür kimi gətirə bilək. Həqiqətən çox böyük bir ölçüdür 28 ton. Bundan sonra hesablama tarixinin inkişaf mərhələlərinə uyğun olaraq, yəni elektron hesablama maşını olan EHM-lər əsasən 4 nəsilə bölündü. Yoldaşlar, EHM nə deməkdir? Bax, bu da yenə imtahan sualı. EHM yadınızda saxlayın. Elektron, ay sağ ol. Hesaplayıcı maşın. Bəli, hesablama maşını, elektron hesablama maşını. İndi yoldaşlar, EHM-lər nəyə bölündü? Baxın, EHM-lər nəyə bölündü? Testdə nə yazır? EHM-lər deyir ki, siniflərə bölündü. Ondan sonra yazır məsələn, qruplara bölündü, hissələrə bölündü. Siz nə deyəcəksiniz? EHM-lər nəsillərə bölündü. Baxın, bu nəsillər sözünü unutmayın. Deməli, EHM-lər nəyə bölündü? EHM-lər nəsillərə bölündü. Yəni vacib hissələrin də altından sizin üçün xətt çəkirəm. Yoldaşlar, EHM-lər neçə nəsilə bölündü? 4 nəsilə bölündü. Amma 5-ci və 6-cı nəsil deyəndə nədir? 5-ci və 6-cı nəsil hal-hazırda bizim günümüzdə var olan, yaranmış və indən sonra yaradılacaq, belə deyim, maşınlar nəzərdə tutulur. İndi yoldaşlar, bizə sual düşsə ki və testdə var. EHM-lər nəsillərə nəyə görə bölünür? Dedik nəsillərə bölünür. Amma bu nəsillərə nəyə görə bölündü? Element bazasına görə. Deməli, nəyə görə bölündü? Element bazasına görə. Bunları mütləq şəkildə yadınızda saxlayın. Səsiniz gəlir. Səsim necə gəlir? Əgər kimdəsə də səsdə bir problem varsa, yoldaşlar, ayrılıb yenidən qoşulun. Səs hamıda problemdir. Düzəldi müəllim. Əgər səsdə hamıda problem varsa, deyin, onu mən hiss etmirəm, yoldaşlar. Qarşı tərəfdə siz varsınız. Nə zaman səsdə problem olanda deyin, ayrılıb dərsdən yenidən davam edək qoşulaq. Deməli, yoldaşlar, EHM-lər nəyə bölündü? Element bazasına görə nəsillərə bölündü. Bunu da bildik. Bir saniyə yoldaşlar, digər qrupa link Müəllim, atmışam. sual düşəndə ki bizə də EHM-lərin neçə nəsli var? Biz 4 nəsil yazaq, onda 6 nəsil. 4 nəsil. Biz 4 nəsil. Mən sizə nə işarə eləyirəmsə də onu yazacaqsınız. Biz 4 nəsil. Bizdə axı burada deyir ki, elektron hesablama maşınları əsasən nə deməkdir? Əsas deməkdir. Əsasən 4 Yəni nəsilə əsas bölünür. Bəli, əsas 4 bölünür. nəsildir. İndi yoldaşlar, gəlin görək, bu nəsillərdə bizim üçün nələr var? Biz nəsillərdə nəyi öyrənəcəyik? Baxın, birinci nəsil. Deməli, bu nədir? Bizim öyrənəcəyimiz birinci nəsil. İndi yoldaşlar, birinci nəsildə bizim üçün var olan görək element bazaları nələrdir? Yadınızda saxlayın. Birinci nəslin element bazası nə oldu yoldaşlar? Elektron lampalar. Deməli, nə oldu? Elektron lampalar. Lampalar. Ay sağ olun. Amma bir saniyədə neçə min əmr əməliyyat yerinə yetirir, bunu öyrənməlisiniz. Bu imtahana düşmür. Sadəcə bazanın nə olduğunu, element bazasını bilməlisiniz. İş etibarlılığı aşağı olub yoldaşlar. İşləmə sürəti aşağıdır. Qabarit ölçüsü çox böyük olub. Yəni ölçü böyük olub. Bax, onu da buradan yazıram. Testdə var. Məsələn, birinci nəsil aid xassələrdən deyəndə ölçü böyük olub. Yəni çox böyük olub ölçüsü. Və hansı hesabı yerinə yetirdi? Sadəcə yoldaşlar, yadınızda saxlayın. Toplamanı, çıxmanı, vurmanı və bölməni. Hətta Neymanın yaratdığı, baxın, o ilk kompüter. Bax, məsələn, sizə sual düşər ki, Neymanın yaratdığı müasir, yəni ilk kompüterin yaranışı sayılan, yaranma tarixi sayılan, o bizim EHM, elektron ENIAC-lar, bunlar hansı hesabı yerinə yetirdi? Deyəcəksiniz toplamanı, çıxmanı, vurmanı və bölməni.
İndi yoldaşlar, birinci nəsildə də baxın, var olan kompüter sadəcə riyazi hesab üçün var olub. Nə üçün var olub? Baxın, riyazi hesab. Deməli, onda yoldaşlar, özünüz üçün bir məntiqli düşüncə olaraq düşünək. Deməli, yoldaşlar, baxın, birinci nəslə qədər hələ söz yazmaq, mətn yazmaq mümkün olmayıb, hələ yaranmayıb. Hamısı bu yaranan maşınların hər biri riyazi hesab üçün var olub. Bu elektron lampa nədir yoldaşlar? Məsələn, içərinizdə yaşca, belə deyim, 30 yuxarı olan yoldaşlar, məsələn, xatırlaya bilər. O vaxtın televiziyaları var idi yoldaşlar. O televiziyalar nə ilə işləyirdi? Elektron lampa ilə. Məsələn, mənim yadıma gəlir. Görmürəm. Həmin bəli. Biz ona nə deyirdik? Məsələn, həmən televiziyaların yoldaşlar şəkil lampası vardı, məsələn, səs lampası vardı. Bir də görürdünüz səs lampası yandı. Səs lampasını alıb usta çağırıb dəyişirdik. Şəkil lampa xarab olanda dəyişirdik. Niyə? Çünki bu lampalar o qədər keyfiyyətli və uzun ömürlü deyildi. Baxın, lampalar, həmən bizim o gördüyümüz o lampalar elə birinci nəslə dayanır. İndi gəlin davamına baxaq. Bundan sonra gördülər ki, bu lampalar sıradan tez çıxır, ölçü böyükdür. Artıq ikinci nəsildə müəyyən keçidlər oldu yoldaşlar. İkinci nəsildə element bazası nə oldu? Lampanı sıradan çıxartdılar. Nə əvəz elədi? Tranzistorlar və yarımkeçirici diodlar. İndi sizə sual düşsə ki, ikinci nəslin element bazası nə oldu yoldaşlar? Deyəcəksiniz ki, ikinci nəslin element bazası, bəli, tranzistorlar, yarımkeçirici diodlar oldu. Baxın, o tranzistor, yarımkeçirici diodlar budur. Bax, yoldaşlar, görüntü olaraq da budur. İndi yoldaşlar, ikinci nəsildə önəmli böyük bir təkan oldu. Gəlin görək nə oldu. Mətn informasiyasının emalı. Ay sağ olun. Deməli yoldaşlar, söz yazmaq, mətn daxil etmək, mətn informasiyasının emalı nə vaxt oldu? Kompüterin deməli ikinci nəslində oldu. Əgər bir orada mətn yazmaq və yaxud da mətn emalı varsa da nə olmalıdır yoldaşlar? Mütləq şəkildə simvolik olaraq alqoritmik dil olmalıdır. Bu da tamam. Sonra yoldaşlar, o informasiyanı yadda saxlamaq lazımdır, düzdür? İnformasiyanı yadda saxlamaq üçün maqnit lentdən istifadə olundu. Onda nə başa düşdük? İkinci nəslin element bazaları qısa və konkret nə oldu? Tranzistorlar, yarımkeçiricilər, mətn informasiyasının emalı, alqoritmik dil və maqnit lent. Bax yoldaşlar, bunlar ikinci nəslə xas olan element bazasıdır. İndi bu maqnit lent nədir? Maqnit lent yoldaşlar, yenə də yaşca aramızda 30 üstü varsa da xatırlayarsınız. O vaxtın kasetləri vardı. Biz ona nə deyirdik? Kaset deyirdik. Düzdür yoldaşlar? Bunun elmi dil kitabda biz buna streamer deyirik. İndi öyrənəcəyik biz giriş-çıxış qurğularında bizim ümumi olaraq xarici yaddaş sayılan streamerdir. Həmən bu maqnit lent yoldaşlar, baxın, həmən tarixə dayanır. Lentləri var idi onların. Bəli, bəli. Lent. Onlar deyirdi ki, maqnitofon kasetlər vardı, video kasetlər vardı, qarar lentlərdən ibarət idi. Baxın, bunlar yoldaşlar ikinci nəslə xas olan element bazasıdır. Gördülər ki, yoldaşlar, bu lentlər necə olurdu? Cızılırdı, sıradan tez çıxırdı, düzdür? Tez xarab olurdu. Keyfiyyətli idimi? Xeyr, keyfiyyətli deyil idi. Bəli. Ona görə Fır-fır də eləyirdi onda. bəli, səslər xarıltılı çıxırdı. Keyfiyyətli deyil idi. Sonra yoldaşlar, üçüncü nəsilə keçid oldu. Üçüncü nəsildə, baxın, o tranzistor, yarımkeçiricilər, bunlar ölçücü yer tuturdu. Bunu biraz da kiçiltməyə çalışdılar. Element bazası integral sxemə, mikro, elektron texnika elementləri olmuşdu. İndi yoldaşlar, üçüncü nəslin element bazasında tranzistor, yarımkeçiricilərdə nəyə keçid oldu? İntegral sxemə. Baxın, üçüncü nəslin element bazası nə oldu? İntegral sxem oldu. İndi yenə də önəmli dəyişikliklər oldu. Nə oldu yoldaşlar? İş etibarlığıdır, yaddaş tutumudur, artıq surət gücləndi. Mütləq şəkildə əməli yaddaş tutumu xeyli artmışdı. Biraz ölçü kiçildildi. Yaddaşı, işləmə sürəti artıq
artmağa başladı. Bundan başqa yoldaşlar, aparat və proqram təminatın qarşılıqlı əlaqəsi. İndi sizə düşsək 3-cü nəsildə. Məsələn, cavab variantlarına bunlardan hansı doğrudur? Aparat proqram təminatının qarşılıqlı istifadəsi. Deyəcəksiniz ki, bəli, bunlar 3-cü nəsilə aiddir. Onda 3-cü nəsildə başqa gəlin görək nələr oldu yoldaşlar. Baxın, əməliyyat sistemi. İndi bizə düşsə ki, əməliyyat sistemi kompüterin neçənci nəsilinə daxildir? Yoldaşlar, deyəcəksiniz ki, 3-cü nəsilə. Daha deyə bilməzsiniz 1-ci nəsil, deyə bilmərik 4-cü nəsil. Sonra yoldaşlar, klaviatura, monitor. Baxın, deməli həqiqətən də kompüterin 3-cü nəsilinə qədər klaviatura, monitor tam formalaşmayıbmış. Klaviatura və monitordan tam istifadə neçənci nəsildədir? 3-cü nəsildə. Biz burada öyrəndik aparat proqram təminatı. Yoldaşlar, əgər kompüterdə bir proqram varsa da, o proqramları məsələn tutaq ki, biz hal-hazırda bugün biz Word-dür, Excel-də, PowerPoint proqramı istifadə edirik. Bu proqramlar nəyin üzərində yüklənir? Əməliyyat sisteminə, düzdür? Birinci əməliyyat sistemi olmasa kompüterdə biz ofis proqramlarını, inteqrallaşmış paketi hara yükləyə bilərik? Heç hara. Ona görə də mütləq şəkildə kompüterin ümumi bütün işini idarə edən bizim üçün vacib olan əməliyyat sistemidir. Əməliyyat sistemi var oldu ki, burada bizim aparat proqram təminatının qarşılıqlı istifadəsi oldu artıq. Ona görə də klaviatura, monitor bunlar 3-cü nəslə xas olan əlamətdir. Yəni multimedia rejimi bunları da yadınızda saxlayarsınız. Bundan başqa yenə önəmli bir keçid oldu. Bu nə oldu? Baxın, 2-ci nəsildə yenə altına xəttləyəcəm. Nə idi yoldaşlar baza, yaddaş üçün? Maqnit lent, düzdür? Magnetli. İndi 3-cü nəsildə nə oldu? Bəli. Maqnit lenti sıradan çıxardılar, onu maqnit disk əvəz elədi. Deməli, yaddaş üçün nədən istifadə olundu? Maqnit disk. İndi biz nələrdən istifadə edirik? Artıq optik disklərdən istifadə edirik. CD, DVD disklərdən. Məsələn, o vaxtı hər hansı bir xeyir işlərdir, tədbirlərdir. Nəyə yazılırdı yoldaşlar? Kasetlərə. Kasetlər bunlar sıradan çıxdı, yəni maqnit lent sıradan çıxdı, sonra maqnit diskə keçid oldu. Bəzi yoldaşların hər ikisinin adında maqnit olduğu üçün bəzi yoldaşlar bunu qarışdırır. Maqnit lent 2-dədir, maqnit disk 3-cü nəslə aiddir. Bunu da unutmayın. Artıq dərsimiz azaldı, yekunlaşır yoldaşlar. Deməli, bundan sonra gəlir bizim üçün 4-cü nəsil. 4-cü nəsil yoldaşlar, ümumi olaraq 1981-ci ildən hazırki dövrə qədər müxtəlif devri, yəni bu devrimizi əhatə edir, müddəti əhatə edir. Element bazası böyük və çox böyük integral sxemə keçid oldu. İndi burada sizin üçün bir qeyd yazacağım. Baxın, 3-cü nəsil nə oldu? İntegral sxem. Ay, sağ ol. İndi 4-cü nəsil nə oldu yoldaşlar? Baxın, BC yazacağım. Çox böyük. Ay, sağ olun. Bir də cipsi yazacağım. Baxın, integral sxemlə böyük integral sxemi bir-birinə qatmayın. Bax, bəzən deyə bilər ki, kiçik integral sxem hansı nəsil aiddir? Deyəcəksiniz 3. Desək ki, böyük integral sxem hansı nəslə aiddir? Deyəcəksiniz 4. Deməli, onda belə başa düşdük. BC və cipsi nə deməkdir? Böyük integral sxem və çox böyük integral sxem. Bunlar artıq bizim 4-cü nəslin element bazasıdır. Və 4-cü nəsildə baxın, çox böyük integral sxemin görünüşü də budur. Mikroprosesor olmuşdur. Deməli, onda mikroprosesor yoldaşlar neçənci nəslə aiddir? Artıq 4-cü nəsildə. 4-cü nəsildə nələr yarandı? 4-cü nəsildə FK-lar. FK nə deməkdir? Yoldaşlar, fərdi kompüterlər. İndi sizə sual düşsə ki, fərdi kompüterlər neçənci nəsildə yarandı? Deyəcəksiniz ki, 4-cü nəsildə. İndi yenə də sizə sual düşsə ki, əməli yaddaş neçənci nəslə aiddir? Yoldaşlar, deyəcəksiniz ki, əməli yaddaş 4-cü nəslə aiddir. Düzdür, əməli yaddaş, bizim daxili yaddaş var. Əməli yaddaş və daimi yaddaş, RAM və ROM. Bunları indi düzdür yoldaşlar, gələn dərs keçəcək, RAM və ROM-u gələn dərs öyrənəcək. Amma əməli yaddaş nədir? Yadınızda saxlayın, əməli yaddaş RAM-dır.
Romu buradan çərçivəyə alıram. Yəni hər ikisi bizim yaddaş olduğu üçün yazdım. Amma bizim əməli yaddaş RAM-dır. RAM-ın digər adı öyrənəcəyik əməli yaddaş, bizim müvəqqəti yaddaş, enerjidən asılı yaddaş. Bunları gələn dərs öyrənəcəyik. Ona görə sizə düşsə ki, əməli yaddaşdır, RAM-dır. Bunlar neçənci nəslə aiddir? Artıq deyəcəksiniz 4-cü nəslə. Bir də 4-cü nəslə testdə nə var yoldaşlar? Deyir ki, fiziki ölçü xeyli kiçilmişdir. Həqiqətən də yoldaşlar, yəni biz bax məsələn notebookları neyləyə bilirik? Çantasına qoyub rahatlıqla hərləyə bilirik, iş yeri və yaxud da hara istəsək apara bilirik. Amma məsələn Neymanın yaratdığı o 28 ton çəkidə malik olan bir zalı və yaxud da müəyyən bir böyük ortamı tutan biz 28 tonda bu kompüteri harasa daşımaq mümkün idimi? Xeyr, mümkün deyil idi. Deməli onda hər nəsillər arası keçid zamanı yoldaşlar, birinci nəsildə ölçü biraz kiçildi, 2-də biraz, 3-də biraz, 4-də biraz artıq daha belə deyim sadə formaya gəlmiş oldu. İndi yəqin ki, bura qədər başa düşdük. Düzdür, bizə Neymanın prinsipləri heç imtahana düşməyib yoldaşlar. Baxın, bu nəsillər və bunlar arasındakı keçidləri hər birində sizin üçün işarələdim. Bunları mütləq şəkildə yadınızda saxlayırsınız. Sonra ehemlərin məsələn ölçüləri var, təyinat, imkanları ilə bağlıdır. Bunlar heç bizə imtahana düşməyib. Ona görə də oradan heç nə keçməyəcəm sizə. Gəlirik prosesordur, daxili yaddaşdır, əsas yaddaş, əməli yaddaş. Burada dayanacam yoldaşlar. Yəni kompüterin məntiqi strukturu. Bu hissiyə qədər Baxın, bu hissiyə qədər keçmiş olduq. Yəni oxuyacağınız bu hissiyə qədərdir. Yəni ümumi olaraq hara qədər deyək? Bax elə bura qədər yoldaşlar çərçivə alın. Ehemlərin təyinatı, ölçüsü və imkanları bura qədər oxuyacaqsınız. Buradan davamı isə artıq bizim giriş-çıxış qurğularıdır, daxili-xarici yaddaşlardır. Bunları da gələn dərs öyrənməyə çalışacağıq. İndi mənə deyin görüm, bura qədər hamı başa düşdümü yoldaşlar? Hansısa bir çətinlik, hansısa bir problem olmadı ki? Hamı başa düşdüsə, nə gözəl. İndi keçid edəcəm yoldaşlar. Biraz sizinlə testə də baxacağam. Görüm indi kim daha diqqətli dinləyib, kim daha yaxşı başa düşmüş oldu. Burada bir qeyddə olmalı idi yoldaşlar. Baxım, onu gələn dərs deyərəm ya da. Eybi yoxdur, bu dərs qalsın, vaxtınızdan almayım. İnşallah onu da gələn dərs, çünki orada imtahana düşmüş bir sual var, onu da sizə deyəcəm, özünüz üçün qeyd götürərsiniz. İndi hamı hazırsa, yoldaşlar, mən biraz pəncərəni kiçildəcəm sizin üçün. Mesaj bölməsini də açacağam. Mesaj bölməsində indi testləri bərabər işləməyə çalışacaqsınız. İndi görək kim daha yaxşı yadında saxlamağa çalışdı. Ev tapşırığı da verəcəm, yoldaşlar. Testi atacağım sizə. İnşallah axıra qədər də işləməyə çalışarsınız. Nə başa düşmədiniz, nə də çətinlik olsa, yenə də deyərsiniz. Dərsinizin izahını da atdım. Ola bilər yoldaşlardan kimlərsə də qoşula bilməyə bilər. Yenə də atacağam, izahını da atacağım, testinizi də atacağım, oxuyacaq nəzəriyyənizi də atacağım. Bəli, atacağım. Hər biriniz yoldaşlar, birinci sualdan 6-cı, 5-ci suala qədər, 6 tam görsənmir, hər biriniz 5-ci suala qədər yazırsınız. Hamı yazdı yoldaşlar. Hamı yazdısa, birinci sual, 3 hamı tapdısa nə gözəl.
5-ci suala qədər hamı yazsın. Biraz istəyirsiniz, ekranı yaxınlaşdırım sizin üçün. Tamam. Gəlin baxaq. Bax yoldaşlar, birinci sualda bizə deyir ki, ilk cəmləyici maşın kim tərəfindən hazırlanmışdır? Biz öyrəndik ki, ilk cəmləyici maşını kim yaratdı? Blaise Pascal. Yoldaşlar, Blaise Pascalın yaratdığı bu cəmləyici maşın hansı hesabı yerinə yetirdi? Öyrəndik ki, toplamanı və çıxmanı. Sadəcə iki hesabı yerinə yetirdi. Sonra yoldaşlar, ikinci sual. Beybicin maşınının əsas xüsusiyyəti hansı tip informasiyanı emal etməyidir? Ümumi olaraq yoldaşlar, bax, istər Pascal soruşsun, istər Neyman soruşsun, istər Beybic soruşsun, komputerin ikinci nəslinə qədər bunların hər biri riyazi hesab üçün var olub. Yəni biz öyrəndik ki, artıq ikinci nəsildə mətn informasiyası emal olub. Əgər bunu biliriksə, deməli ondan qabaqki devirlərin hər biri sadəcə riyazi hesab üçün var olubsa, ədəd üzərində gedib. Ona görə doğru cavab A variantı. Məsələn, deyir ki, ilk üçüncü sual. İlk kompüter proqramı kim tərəfindən yazılmışdır? Yoldaşlar, biz bildik ki, ilk kompüter proqramı Beybicin tələbəsi Ada Lovelace tərəfindən yazılmışdı və yaxud da yaradılmışdı. Doğru cavab bizim üçün C variantı. Dördüncü sualda müasir kompüterin arxitekturası kim tərəfindən verilmişdi? Yəni müasir kompüter deyəndə yoldaşlar, bizim hal-hazırda istifadə etdiyimiz kompüterdən gedir söhbət. Yəni kompüterlərin ilk yaranışı harada dayandı? Biz öyrəndik ki, 1946-cı ildə Amerikada. harda? Bəli, Amerikada kim tərəfindən? John von Neumann tərəfindən. Onda Amin. bəli, arxitektura deyəndə, yaranma deyəndə deyəcəksiniz ki, Neymana məxsusdur. Bəli, hər biriniz düzgün yazmısınız. İndi yoldaşlar, 8-ci suala qədər yazırsınız. 5-ci sual, 6-cı sual, 7-ci sual və 8-ci sual. Hər biriniz yazırsınız. Mesaj bölməsindən baxıram. Tamam. İndi gəlin izah edeyim. Hər biriniz tapmısınız. Lalə tapdı. Nəzrin, Gülnar. 8-i tapın. Yoldaşlar 8. Görə kim tapacaq 8-dən? Tamam. Gəlin yazaq. Deməli yoldaşlar, bizə deyir ki, ilk universal kompüterlər necə adlandı? Yadınızda saxlayın. İlk universal kompüterlər ENIAC-lar adlanır. Yəni bu Neymanın yaratdığı kompüterdən gedir söhbət. 6-cı sualda birinci nəsil element baza nə olmuşdu? Birinci nəsildə biz nədən öyrəndik? Öyrəndik ki, mütləq şəkildə elektron lampalar olub. Ümumi olaraq hansı hesabı yerinə yetirdi? Toplamanı, çıxmanı sadəcə riyazi hesab üçün var olub. Qabarit ölçü çox böyük olub. Bəli, doğrudur. Analitik maşın ideyası kim tərəfindən irəli sürülmüşdür? Analitik maşın ideyası biz bilirik ki, Charles Babbage tərəfindən. Doğru cavab B variantı. Elmlərin hansı nəslində alqoritmik dildən istifadə olunmuşdur? Biz bilirik ki, alqoritmik dil artıq mətn informasiyasının emalı ikinci nəslə aiddir. Bəli, hər biriniz də doğru yazmısınız. Deməli, yaxşı dinləmisiniz dərsimizi. İndi 9-cu sualdan 11-ci suala qədər baxaq hər birimiz. 9-cu sual, 10-cu sual, 11-ci sual və 12-ci sual. Biraz yuxarı çəksəm, yoldaşlar, digər sualı da görə bilərikmi? Yox, görə bilirik. 13-ə də baxın, 13-ə də baxın, yoldaşlar, bərabər baxaq hər birinə.
Cümə salam, axşamınız xeyir. Bir film istəyirdim. Burada 12-də yazıb hansı daxil etmə qurğusudur. Plotderi bilmədim. Nə deməkdir Keçməmişik. plotder? Başa Tam olaraq salacağım yoldaşlar. Bu başa gələn düşmədim. dərsimizə aiddir. 12-ci sual. Gələn dərsimizə aiddir. Başa Bəli. salacağım yoldaşlar. İndi yenə izah eləyəcəm. Narahat olmayın. Onu Başa gələndə sal. keçəcəyik. Deməli yoldaşlar, gəlin baxaq. Deyir EHM-lərin 4-cü nəslinin element bazası nə olmuşdu? 4-cü nəsildə nə oldu yoldaşlar? Böyük integral sxem və çox böyük integral sxem. Doğru cavab D variantı. Cəmləyici qurğu hansı alim tərəfindən verilmişdi? Cəmləyici qurğu hansı alim tərəfindən verildi yoldaşlar? Kim 10-cu sualda nə yazmısınız? Blaise Pascal. Ay, sağ olun, amma bəziləriniz baxıram səhv yazmısınız. Diqqətsiz olmusunuz. Ona görə də cəmləyici deyəndə toplama çıxma yadınızdan çıxmasın yoldaşlar. Bu da Paskala məxsusdur. İkinci nəsildə deyir element bazası nə olmuşdu? İkinci nəsildə nə oldu yoldaşlar? Birinci nəsildə baxın, lampa birinci nəsildə oldu. İkinci Sinifdə yarım nəsildə keçiricilər hə, oldu. yarım Yarım keçirici keçirici diyodlar, diodlar oldu. tranzistorlar. Bəli, ay Tranzistorlar. sağ ol. Bunlar ikinci nəsilə aid oldu. Ona görə də bizim ikinci nəsil deyəndə doğru cavab A variantı. 12-ci sualda yoldaşlar deyir hansı daxil etmə qurğusu? Web Daxil etmə kamera. deyəndə səbirli olun. Giriş qurğusu nəzərdə tutulur. Biz qurğuları öyrənəcəyik. Bizim giriş qurğuları var, çıxış qurğuları var. Bunların da adlarını əzbər bilməlisiniz və tez-tezdə imtahan suallarıdır yoldaşlar. Giriş nə deməkdir? Ora bir məlumatın daxil olması deməkdir. Bax, yoldaşlar, əgər printer deyirsə, printerdən neynəyir? Hər hansı bir mətn, məlumatı çap edib çıxardır. Düzdür? Bu çıxışdır. Baxın, çı yazacağam. Monitorda bax, hal-hazırda kompüterin monitorunda düşünün ki, mən bir məlumat və yaxud da bir PDF açmışam, test açmışam, bunu sizlərlə paylaşıramsa da bu çıxışdır. Ondan sonra yoldaşlar, burada var bizim üçün məsələn proyektor. Proyektorda bilirsiniz, təsviri qarşı tərəfdə paylaşıb göstərmək üçündür. Bu da çıxış sayılır. Poleter nədir? Bax yoldaşlar, heç fikir vermisinizmi? Tutaq ki, məktəbdə böyük ölçülü məsələn, plakatlar olur, elanlar olur. Məsələn, şəhərdə yol kənarlarında baxırsınız ki, böyük elan lövhələr olur da, düzdürmü? Böyük ölçülü kağızlar. Baxın, onu nə ilə çıxardırlar? Yoldaşlar, printer kiçik ölçülü informasiyanı çıxışa vermək üçündür. Poleter isə böyük ölçülü. Yəni düşünün ki, printerin böyük formasıdır. Baxın, o böyük rəhli kağızlar, o elanların hər biri politerdən çıxardılır. Ona görə də bu da çıxış sayılır. Gəlirəm web kamera. Yoldaşlar, web kamera ümumi olaraq giriş qurğusudur. Deməli, neynəyir? Görüntünü çəkir, qəbul edir daxilə. Məsələn, heç fikir vermisinizmi? Kameralar. Kameralar nə edir yoldaşlar? Görüntünü çəkib daxil ötürür. Düzdür? Ona görə də bu giriş sayılır. Doğru cavab burada D variantıdır. 13-cü sual deyir, ilk əməliyyat sistemi EHM-lərin neçənci nəslində yaranmışdı? Əməliyyat sistemi neçənci nəslə aid oldu yoldaşlar? Biz bilirik ki, 3-cü nəsildə. Niyə 3-cü nəsil? 3-cü nəsildə başqa nələr oldu? Baxın, aparat proqram təminatının birgə Monitor, istifadəsi, klaviatur. monitor, klaviatura. Əgər proqram təminatı varsa, deməli əməliyyat sistemi də olmalıdır. Tutaq yadınızda qalmasa deyə desəniz belə bir-birinə əlaqələndirərək bu şəkildə yadda saxlaya bilərsiniz. Doğru cavab C variantı. İndi yoldaşlar 14-cü və 15-ci suala da baxın. Bugünkü dərsimizi bununla sizinlə tamamlayacağam. Test atacağım sizə. Yerində qalanını özünüz evdə işləyərsiniz. Bir daha düzərim mən. 14 və 15-i də yazın. Hamı yazdısa, gəlin baxaq. 14-cü sual müəllimə, ilk dəfə daşlarla olmayıb bu. Xeyr. Ümumi olaraq, bax burada sizə bir şey başa salacağım. Burada bir çaşdırıcı hissə var. İlk
belə deyim, vasitə yazaq. Vasitə. Bir də var ilk alət. Alət kimi düşünək. Yoldaşlar, ilk dəfə kim nə yazıb? 14-də kim nə yazdı? Şotka yazmısınız. Başqa görək kim nə yazdı? Mən dərslər yazmışam. Barmaqlar. Baxacağam, görək. Yadınızda saxlayın yoldaşlar. İlk hesablama vasitəsi barmaqdır. İlk dəfə barmaqlardan istifadə ediblər. Sadəcə barmaqlar hesablardan neçə barmağımız var? 10 dənə. Azlıq təşkil eləyəndən sonra insanlar digər hesablama vasitələri axtarıblar. Amma ilk dəfə barmaq olub, bəli. Bundan sonra alət olaraq şotkanı düşünə bilərsiniz. Ona görə doğru cavab A variantıdır. 15-ci sualda isə kompüterə xas olan göstəricilər hansılardır? Gəlin baxaq, 4-cü nəsildə iş etibarlılığının azlığı. Yoldaşlar, bu artıq bizdə birinci nəsilə aiddir. İş etibarlılığının azlığı deyə bilmərik ki, birinci nəsildir. Və yaxud da 4-cü nəsildir, 3-cü nəsildir. Ona görə də bu bizdə səhv cavabdır. İkinci, deyir ki, qabarit ölçü xeyli kiçikdir. Bu doğrudur yoldaşlar. 4-cü nəsildə nə oldu? Ölçü kiçildildi. Bu düzgündür. Üçüncüdə deyir ki, böyük və çox böyük integral sxem texnologiyası ilə yaradılıb. Yoldaşlar, 3 də düzdür. Deməli, belə başa düşdüm ki, 2 də düzdür, 3 də düzdür. İndi 4-ü oxuyuram. Deyir, elektron lampa. Yoldaşlar, elektron lampa birinci nəsilə aiddir. Bax, bu birinci də birinci nəsilə aid idi. Ondan sonra 5-də də deyir ki, işləmə sürəti kiçikdir. Bu da yoldaşlar birinci nəsilə aiddir. 4-cü nəsildə bəli, işləmə sürəti çox yüksəkdir. Çox keyfiyyətlidir. Qabarit ölçü kiçilib. Böyük və çox böyük integral sxem texnologiyası ilə yaradılıb. Ona görə doğruncu düzgün sual bizim üçün ikinci və üçüncü variantlardır. O da doğru cavab D variantı. İndi mənim sizə evə tapşırığım yoldaşlar. Bugünkü dərsimiz əslində yarım saatlıq, qısa və konkret, asan, sadə bir dərsdir yoldaşlar. Sadə bir bölmədir. Ümumi olaraq adi dərs qruplarında da 1 saat, uzağı 1 saat 20 dəqiqə belə zamanımız gedir. Qısa bir dərsdir. Bu bölmədən nələr oxuyacaqsınız, onları sizin üçün qeyd elədim. 15 dənə də testə baxdıq. Bu testi və PDF-i sizə atacağam. Bunun içərisində bax yoldaşlar, görəcəksiniz 16-cı sual BIOS-la bağlıdır. Ondan sonra 17 prosesordur. Yəni bunun içərisində keçdiyimiz və keçmədiklərimiz var. Siz bu testin içərisindən nəyi həll eləyəcəksiniz? Bax, məsələn, 34-ü keçmişik, 35-ci sualı keçdik, 33-ü keçdik. Bunun içərisindən bax, məsələn, 47-ni keçməmişik. Daxil etmə və xaric etmə qurğularıdır. Prosesorun xarakteristikası ilə bağlıdır. Yoldaşlar, RAM-dır, ROM-dur, müvəqqəti yaddaş, daxili yaddaş bunları keçməmişik. Bunun içərisində yoldaşlar keçdiklərimiz, bax, məsələn, 30-u keçdik, 31-i keçmişik. Ondan sonra 29-u keçdik. Bunların içərisində sadəcə keçdiyimiz sualları işləyəcəksiniz. Keçmədiklərimizə isə dəyməyəcəksiniz. Sonunda cavablar da var yoldaşlar. Testin sonunda cavablar da var. 50 sualdır. Yerində qalanını isə gələn dərs izah edəcəm. Yəni ki, buna sonraki dərsimizdə ümumi olaraq kompüterin belə deyim, aparat təminatı ilə bağlı bölməni keçəcək. Giriş-çıxış qurğuları, bunları daxili, xarici yaddaş, bunları geniş öyrənəcək. O bölməni keçəndə də bu yerində qalan testlərə bir daha düzdür, onun testini ayrıca da atacağam, ayrı test atacağam. Bu bölmə ilə də bərabər bunda qalan testləri də o zaman işləyəcəksiniz. İndi yoldaşlar, bu 15-ə qədər bir daha kimlər dərsi yaxşı başa düşməyibsə, kimlər ilk dəfə öyrənirsə, bir daha əvvəldən 15-ə qədər işləməyənlər yenidən işləyərsiniz. Davamına isə keçdiyimiz, məsələn, 22-ni keçmişik, 23-ü keçdik. Keçdiklərimizi bir daha bunların da içərisindən həll edərsiniz. Yenə nəyə başa düşdünüz, düşmədiniz deyə bilərsiniz və yaxud da yoldaşlar, bilmədiyiniz suallar olanda qrupa ata bilərsiniz. Düzdür, çalışdığım qədər bu qrupda sizə təmənnasız, hansısa səbəbsiz dəstək olmağa çalışacağam. Belə deyim də, informatika ilə məntiqlə bağlı. Düzdür, məntiqdən o qədər bəzən zamanım olmur, yoldaşlar, çatdıra bilmirəm. Biraz vaxt problemi ilə bağlı, amma çalışdığım qədər zaman ayıracağam, məntiqdən də dəstək olacağam. İndi inşallah yəqin ki, məntiqdən də çox sağ olun. Məntiqdən də inşallah gün təyin edəcəm. Belə deyim də yoldaşlar, indi hansı gündə uyğun olsa, o gün deyəcəm sizə qabaqdan. Daimi qrupa izləməyə çalışın, baxmağa çalışın ki, bu testi necə edək? Axı mən sizə başa saldım, dərsi də keçdim, dərsin izahını atacağam qrupa.
oxuyacağınız dərsin PDF-in əvvəli nəzəriyyədir. PDF-in əvvəlini əvvəlcə nəzəriyyəni oxuyacaqsınız yoldaşlar. Ondan sonra da testi işləyəcəksiniz. Nəyi başa düşmədiniz deyəcəksiniz. Ondan sonra da sizə onlayn sınaq da atacağam. Görün bu bölmədən onlayn sınaqdan hamı nəticə nə yazacaq? Yazdığınız nəticənizi də qrupda paylaşa bilərsiniz. Ümumi olaraq yoldaşlar, bu qrupda birlikdə bərabər şəkildə bildiklərimizi paylaşıb öyrənirik. Qrupun linkin ehtiyacı olan, hazırlığa qoşula bilməyən, imkanı olmayan yoldaşlarınız arasında da paylaşa da bilərsiniz. Hər birinizə təşəkkür edirəm. Müəllimə, axşamınız xeyir. Sadəcə bir demək istəyirdim ki, mən qrupa təzə gəldim, elə dərs başlayanda girdim qrupa. Bu testi bilmirəm ki, hardan əldə edə bilərəm. Yəni qrupa atmısınız, yoxsa atarsınız? Dərsdən sonra dərsin izahıdır, dərsin testidir, qrupa atacağam. Dərsin izahına da baxa bilərsiniz, testi də işləyərsiniz. Nəyi bilmədiniz məndən soruşun. Ümumi olaraq keçdiyim bölmə Sağ yoldaşlarım, olun. belə deyim, sizlər də sağ olun. Nəsillərlə bağlı, istər magistr gedin, istər dövlət qulluğu gedin, istər laborant gedin, uşaq birliyi gedin, kitabxana gedin, psixoloq gedin, ümumi təhsil müəssisəsində işə qəbul və xarici də çıxdım. Bunların hər birinin imtahanında ümumi olaraq kompüterin yaradılması, aparat, proqram təminatı mütləq şəkildə vacibən bilinməlidir və bu bölmədən də sualımız var. İndi çalışdığım qədər ofis proqramlarınız da daxil olmaqla Windowsunuzdur, Word-ünüzdür, Excel-inizdir, Power-inizdir, proqram təminatınızdır. Hər birini keçməyə çalışacağam axıra qədər. Yəni sizlərlə bizə imtahanı neçə bölmə düşürsə, hər birini də sizlər üçün keçəcəm. Sizlər də sağ İnşallah olun. müəllimə, Allah razı olsun. Xoşdur. Minnətdarıq. Xoşdur. Gecəniz xeyrə qalsın, sağlıqla qalın. Sağ olun. Müəllimə, gecəniz Sağ olun. xeyrə. Xeyrə Sağ qalsın. olun.